Hər vaxtınız xeyir olsun gənclər. Bu gün sizə Dövlət İmtahan Mərkəzinin test toplusunda keçən frazeoloji birləşmələrin mənalarını, izahını təqdim edəcəm. Baxmağınızda fayda var, çünki hər an qarşınıza çıxa bilər. Baxaq, canına üşütmə düşmək mənası bəlkə qorxmaq, həyəcanlanmaq deməkdir. Deyəm ki, onun canına üşütmə düşmüşdü. Yəni bu həqiqətən üşümək mənasında deyil, qorxmaq mənasındadır. Hətta belə deyim, biz qorxduğumuz zaman bəzən sanki içimizdə bir üşütmə hiss eləyirik. Bir növ, yəni həqiqətən də qorxarkən üşütməni hiss eləyirik. Ona görə də canına üşütmə düşməyin mənasını bu cür yadda saxlaya bilərik. Yola salmaq, deyirəm ki, mən qonaqları yola saldım, yəni evlərinə ötürdüm. Cin atına minmək. Bu mənası əsəbləşmək deməkdir. Həmçinin başından tüstü çıxmaq. Bu ikisi bir-biri ilə sinonimdir. Bir ifadə də var ki, frazeoloji birləşmə var ki, o da bunlara sinonim ola bilər. Zəncir çeynəmək. O da bərk əsəbləşmək, qəzəblənmək deməkdir. Dil-dil ötmək, yəni dayanmadan danışmaq. Səbir kasası daşmaq. Artıq insan hövsələdən çıxır. Qarşısındakı insanın davranışına dözə bilmir. Bu mənanı ifadə edir. Dilə düşmək. Biri haqqında söz-söhbət, şayə yazmaq, yayılmaq. Deyirəm, tutaq ki, deyək ki, mən deyək ki, dilə düşmüşəm. Yəni mənim haqqımda bilib-bilmədən söz-söhbət, şayə yayırlar. Bir deyir ki, mahnı dilimə düşdü. Yəni mahnı məşhurlaşdı, ağlımdan çıxmır, bu mənada. Dilə düşmək ifadəsi. Ağzına su alıb oturmaq, yəni susmaq mənasındadır. Sakit olmaq, susmaq. Dilotu yemək. Deyir, elə bir dilotu yeyib, yəni dayanmadan danışır. Bu ikisi isə bir-biri ilə antonim təşkil edir. Gecəsini gündüzünə qatmaq. Deyirəm ki, o gecəsini gündüzünə qataraq işləyirdi. Yəni çox çalışırdı. Əldən düşmək. Deyirəm ki, yorğunluqdan əldən düşmüşdüm. Yəni heydən, gücdən düşmək. Deyirəm ki, o qədər həyəcanlanmışdım ki, özümü itirdim. Yəni çətin bir vəziyyətin qarşısında çaşıb qaldım bu mənada. Göz yetirmək. Deyirəm ətrafa göz yetirdim. Yəni ötəri bir nəzər saldım. Diqqətlə baxmadım. Sadəcə ötəri baxdım. Dil tökmək. Deyirəm onu yola gətirmək üçün çox dil tökdüm. Yəni birini yola gətirmək, dilə tutmaq, razı salmağa çalışmaq. Cana gəlmək. Deyirəm ki, mən yemək yeyib cana gəldim. Yəni inkişaf etdim, böyüdüm. Bir mənası da belə var ki, deyirəm ki, o tutaq ki, yoldaşlarının tənqidlərindən cana gəlmişdi. Yəni bezmişdi. Dil boğaza qoymamaq, çox danışmaq. Dilotu yeməklə sinonimdir. Yada düşmək, xatırlamaq. Qanı qaralmaq. Deyirəm ki, mənim imtahanların tez olacağından xəbərim olduqda qanım qaraldı. Yəni keyfim pozuldu. Aman vermək, birinə rəhm etmək, bağışlamaq mənasında. Yola getmək. Deyirəm ki, mən qardaşımla yola gedirəm. Yəni bir-birimizlə qarşılıqlı şəkildə anlayırıq, anlaşırıq. Tədbir tökmək, məsləhət etmək mənasındadır. Acığı gəlmək, kimisə xoşlamamaq, bəyənməmək. İştahsı kəsilmək. İnsanın yeməyə olan həvəsinin, istəyinin itməsi deməkdir. Xoşu gəlmək, bəyənmək, xoşlamaq, başdan çıxarmaq. Deyirəm ki, mən onu getdiyi düz yoldan döndərdim, onu başdan çıxardım. Yəni onu doğru yoldan azdırdım, aldatdım onu. Köksünü ötürmək. Köks ötürmək uşaqlar belə bir şeydir. Yəni dərinə nəfəs alıb ah çəkirik, ona köks ötürmək deyirik. Bir insanın əlindən tutmaq. Bu həqiqi mənada da ola bilər. Kiminsə əlindən tutursunuz. Bir də kömək etmək mənasında. Deyirəm ki, o kasıbların əlindən tuturdu. Yəni ona kömək eləyirdi. Ürəyini boşaltmaq. Yəni bir problem, bir kədəri kiməsə danışırsan, daxilən rahatlayırsan. Ah çəkmək. Ah çəkmək ilə köks ötürməklə sinonim olar. Dərddən, qüssədən, kədərdən dərin nəfəs almaq mənasındadır. Ağız büzmək. Deyirəm ki, mən çiyələyi xoşlamırdım, buna görə də ağız büzdüm. Yəni bir şeyi bəyənmirəm, narazıyam. Ağzını aramaq. Deyirəm ki, mən onun nə edəcəyini bilmək üçün onun ağzını aradım. Yəni mən onun fikrini, gələcək niyyətini, gizli saxladığı hansısa məlumatı çalışdım ki, ona hiss etdirmədən öyrənim.
Yəni türklər demiş, çaktırmadan öyrənməyə çalışdı. Ağını çıxarmaq, yəni bir şeydə həddini aşırsan, irəli gedirsən. Bir insanın üzünə ağ olmaq, yəni ona hörmətsizlik eləmək. Gözünün acısını almaq, yəni yuxulamaq mənasında. Başı daşdan daşa dəymək, həyatda çoxlu çətinliklər görmək. Hirsi başına vurmaq, həddən artıq qəzəblənmək. Yaxasını kənara çəkmək. Deyirəm ki, mən gördüm ki, bu işin sonu yaxşıya doğru getmir. Ona görə də bu işdən yaxamı kənara çəkdim. Yəni bu işə qarışmadım mənasında. Kələfin ucunu itirmək, yəni hadisələrdən baş aça bilmir, çaşır qalır. Canını oda yaxmaq, kiminsə, nəyinsə uğrunda hər cür əzaba dözə bilmək. Mənəm demək, yəni lovğalanmaq, özünü lovğa aparmaq, təkəbbürlü göstərmək, canına yağ kimi yayılmaq. O insana ta ki deyirəm, mən çox oxumağımın qarşılığını görəndə bu mənim canıma yağ kimi yayıldı. Mənə ləzzət elədi, yəni hədsiz dərəcədə xoş əhval verdi. Burnunun ucu göynəmək. Bu iki mənadadır. Həqiqətən də insanın soyuqdan burnunun ucu göynəyə bilər. Bir də deyir ki, mənim tutaq ki, qardaşımdan ötürü burnumun ucu göynürdü. Yəni darıxırdım mənasında. Dəridən qabıqdan çıxmaq, yəni həddən artıq çalışmaq, çox əziyyət çəkmək mənasında. Bayaqları biz gecəsini gündüzünə qatmağı dedik, bax ondan sinonim olar. Gözünün odunu almaq, yəni kimsə qorxudaraq çəkindirmək onu. Özündən çəkindirməyə, qorxutmağa çalışmaq. Göz oxşamaq. Deyirəm ki, tutaq ki, Qarabağın gözəllikləri göz oxşuyurdu. Yəni çox gözəl görünürdü. İnsana xoş gəlirdi, ürəyə yatırdı mənasında. Göz gəzdirmək, yəni ətrafa göz gəzdirmək, nəyəsə ötəri bir şəkildə baxmaq. Gözündə canlanmaq, keçmiş xatirələrin insanın gözünün qarşısında sanki yaşanmağı. Bir insana ələ salmaq, onu lağa qoymaq deməkdir. Qəlbinə dəymək, yəni bir insanın xətrinə dəymək, incitmək, küstürmək mənasında. Könül vermək, birinə aşiq olmaq, vurulmaq. Könül bağlamaqla sinonimdir. İkisi də eyni mənadadır. Birinə aşiq olmaq, vurulmaq, ürəkdən sevmək. Gözü açılmaq, yaxşı və pisi ayırd eləməyə bacarmaq. Məsələn, deyirəm ki, o artıq dostlarına güvənmirdi, gözü açılmışdı. Başında turp əkməklə, başında qoz sındırmaq eyni mənadadır. Birini incitmək və zülm etmək mənasında. Hansısa bir fikrə düşmək, yəni bir iş görmək qərarına gəlirik. Vəcdə gəlmək və şövqə gəlmək ikisi də eyni mənanı ifadə edir. Həvəslənmək, coşmaq mənasında. Cana doymaq, boğaza yığılmaq, təngə gəlmək, bezmək mənasındadır. Bunun da üçü də bir-biri ilə sinonimdir. Gələk indi omonim frazeoloji birləşməyə. Omonim frazeoloji birləşmə nə deməkdir? Yəni, yazışı və deyilişi eyni olur, mənaları isə iki fərqli, üç fərqli mənada düşünülür. Gəlin baxaq, məsələn, can vermək. Deyirəm ki, tutaq ki, günəş bitkilərə can verir, yəni onu dirildir, böyüdür. Bir də var deyirəm ki, babam dünən axşam can verdi, yəni vəfat elədi, öldü mənasında. Baxın, eyni cür yazılır. Amma iki dənə fərqli məna ifadə eləyir. Olacaq omonim. Üz vermək. Deyirəm ki, tutaq ki, anam qohum uşaqlara çox üz verirdi. Yəni nazı ilə oynayırdı mənasında. Bir deyirəm ki, dünən bədbəxt hadisə üz verdi. Yəni hansısa hadisənin baş verməyə mənasında. İki dənə fərqli məqam eyni cürdə yazılır. Bu amonimdir. Keçirəm söz vermək ifadəsinə. Məsələn, deyirəm ki, toyda, tamada qohumlara söz verdi. Yəni danışmağa icazə verdi mənasında. Bir də var deyirəm ki, mən ona söz verdim ki, dərslərimi həmişə oxuyacağam. Yəni bir şey eləyəcəyimə dair kiməsə təminat verirəm. Sonra gəldik başa vurmaq. Deyirəm ki, o etdiyi yaxşılıqları insanın başına vururdu. Yəni yaxşılığı tez-tez üzə vurub xatırlatmaq. Bir də var deyirəm ki, mən testi yazdım, başa vurdum. Yəni bitirdim mənasında. İşə düşmək. Deyirəm ki, tutaq ki, alət işə düşdü. Yəni alət işləməyə başladı. Bir də var deyirəm ki, o oturduğu yerdə lap işə düşdü. Yəni bir çətin bir vəziyyətə düşdü. O mənada. Üzə durmaq. Deyirəm ki, o tutaq ki, dostun üzünə durdu. Yəni onun əleyhinə ifadə verdi. Bir də var deyirəm ki, bəzən insanın üzünə durur. Yəni inad eləmək, elə əleyhinə ifadə vermək, biraz bir-birinə düzdür, yaxın mənalarda, amma amonim sayılır. Çünki fərqli mənaları var. Dilə ağıza düşmək. Məsələn, deyirəm ki,
Onun haqqında çox şayələr yayırdılar, dilə ağza düşmüşdü. Yəni ki, hansısa bir xəbərin hamının ağzında gəzməyi, geniş şəkildə yayılıb müzakirə olunmağı. Bir də deyirəm ki, tutaq ki, müğənninin mahnısı dilə ağza düşmüşdü. Yəni dillər əzbəri olmuşdu. Qulaq asmaq. Deyirəm ki, o dərsə qulaq asırdı. Yəni dərsi dinləyirdi. Bir də var deyirəm ki, o müəlliminin dediklərinə qulaq asdı. Yəni ona itaət elədi, sözə baxdı bu mənada. Qəlbini oxşamaq. Birinin könlünü xoş eləmək mənasında. Deyirəm ki, bu hadisələr mənim qəlbimi oxşayır. Yəni könlümü xoş eləyir. Bir də var deyirəm ki, o dostuna təsəlli verərək onun qəlbini oxşamağa çalışırdı. Yəni ona təsəlli verməyə çalışırdı. Ağız açmaq. Kimdənsə nəyisə xahiş eləmək mənasında. Yəni deyirəm ki, tutaq ki, mən dostuma ağız açdım ki, mənə tutaq ki, slayd düzəltməkdə kömək eləsin. Bir də var deyirəm ki, o bir qarın çörək üçün hamıya ağız açırdı. Yəni kömək istəyirdi mənasında. Ağzı açıla qalmaq. Gözlənilməz və ya qeyri-adi bir vəziyyətin qarşısında şaşırıb qalmaq, yəni heyrətlənmək. Ağzı açıq qalıb, məsələn, tutaq ki, çöldə qonşular dava eləyir, ağzı açıq şəkildə durub baxırsınız, yəni heyrətlənərək məsələn. Bir də var heyran olursan. Məsələn, təbiətin gözəlliyini görürsən, deyirsən ağzım açıq qaldı lap. Yəni ki, heyran oldum mənasında, bu mənada. Ürəyin ağzına gəlmək. Biri var bərk qorxmaq mənasındadır. Deyirəm ki, onlar dalaşanda ürəyim ağzıma gəldi. Çünki qorxdum. Bir də var deyirəm ki, ətrafdakı qoxu ürəyimi ağzıma gətirdi. Yəni iyrəndim, pis qoxu gəlirdi. Cana gəlmək, bunu da bayaq dedim deyəsən. Cana gəlmək, biri var deyirəm ki, bitkilər cana gəldi, yəni böyüdü, dirçəldi mənasında. Bir də var deyirəm ki, onun hərəkətlərindən lap cana gəldimi, yəni bezdim mənasında. Amonimlərlə bağlı qeydlər bu qədər idi. İzlədiyiniz üçün sağ olun.